Deməli, hə, deməli, DİM qəbul 5, biz 5-ci qəbul sınağı. Baxaq, birinci sualdan başlayırıq izahlara. Hansı qrafik bu yolda, üfüqi yolda hərəkət edən avtomobilin mühərriki söndürdükdən sonra impulsun zamanın asıllığını təsvir edir? Əgər üfüqi yolda mühərrik sönərsə, biz bilirik ki, bu cismə yalnız sürtünmə qüvvəsi təsir edir. Bu zaman cisim bərabər yavaşlayan hərəkət edəcəkdir. Ona görə də impuls da getdikcə azalacaqdır. İkinci sual, qüvvənin qiymətini soruşur. Təzyiq verib, paskalla verib, sahəni də verib metr kvadratı ilə. Bunda F bərabərdir, P vur S olacaqdır. Yəni 40 paskal vurulsun 10-2 ya da ki 20 paskal vurulsun 10-4. Yəni 40 vurulsun 10-2, o da 8 Newton olacaqdır. Üçüncü suala baxırıq. Üçüncü sualda M və N nöqtələrindəki gərginlik bilirik ki, ümumi gərginlikdir. Ardıcıl birləşmə var burada. Ümumi gərginlik U bərabər U1 plus U2. Bizə deyir ki, M və N nöqtələrindəki gərginliyi, yəni cəm gərginliyi sabit saxlamaq lazımdır. Biz artıq bilirik ki, əgər ikisinin cəmi sabitdirsə, bunlardan biri artırsa, digəri azalacaq və ya tərsinə. Reostata baxaq. Reostat bilirik ki, birinci voltmetrə bağlıdır. Və reostatın hansı hissəsi qoşuludur ona baxaq. Sağı qoşuludur biz bilirik. Çünki cəryanı bir gətirsək, buradan gəlib, buradan gedəcəkdir. Gördünüz mü? Reostatın sağ hissəsi. Əgər sürgünü sağa bir sürüşdürsək, onda bu sağın uzunluğu neyniyər? Azalar. Azalırsa müqavimət azalar. U1 də I, R olduğu üçün, müqavimət azaldığı üçün U1 azalar. U2 isə artar. Gəldik. Dördüncü sual. Nə qədər spirti yandırmaq lazımdır ki, 100 dərəcə Celsius temperaturda 54 qram suyu buxarlandırmaq mümkün olsun. Burada bəllidir ki, artıq suyu buxarlandırırlar, yəni qaynatmaqla buxarlandırmaq. Onda bunu nə ilə buxarlandırırlar? Təbii ki, altında bir enerji yanır, bu da spirt yanır. Onda belə düşünəcəksiniz ki, Q vurulsun M, spirtin yanma istiliyi bərabər olmalıdır ki, 100 dərəcə suyun nəyi? Buxarlanması. Amma mütəzzidə deyir ki, spirtin yanma istilinin 50% buxarlanmasına sərf edilir nəzərə alın. Yəni, mən 10-5 QM spirt yazsam, LM su taparım. Onda da M sunu tapsaq, suyun 54 qram su, yox, nə qədər spirti tapmalıyıq. Onun üçün də M spirt bərabərdir. LM su bölünsün nə? 10-5 qram. Burada da siz düzgün cavab olaraq hesablayıb D variantı görəcəksiniz. 5-ci sual, rəqs konturunda yanında sərbəst elektromaqnetik rəqslərinin periodu necə artırmaq olar? Rəqs konturunda period 2 pi kök altda LC-dir. Deməli, bilirik ki, yükünü azaltmaqla period dəyişməz. Bu olmaz, dəyişməz bu halda. Kondensatorun tork tutumunu artırsaq, onda period artar. Deməli, C variantıdır. D-də baxsaq, L-i azalar. Y-də də gərginliyi azaltmaqla yenə dəyişməz. Çünki C Q-dan oradan asılı deyil. 6-da da dalğa uzunluğu 3,6 metr olan, eyni fazla rəqs edən iki ən yaxın nöqtə arasındakı məsafə. Bu nə anlama gəlir? Elə dalğa uzunluğunu tərif edir. Elə 3,6 metr ilə dalğa uzunluğu ya da ki, iki eyni fazada rəqs edən iki ən yaxın nöqtə arasında məsafə ilə dalğa uzunluğu. Yəni 3,6 metr olacaq cavab. 7-də biz birinci tam enerjidir. Bu da yayın potensial enerjisidir. Tam enerjidən potensialı çıxsaq, kinetikin ani qiyməti olacaqdır. Y variantı.
8. Hansı ifadə doğrudur? Deməli, sarğacda maqnit sahəsinin enerjisini artırmaq üçün 50 kvadratı bölü 2 cəryan şiddətini artırmaq doğru. Bu doğrudur. Cəryan şiddəti azalıq xeyr. Sarğaca polad işlik daxil etmək lazım. Bəli. Çünki polad işlik daxil etsək, onun eli artacaqdır. Eli artdıqca da W artacaqdır. Ona görə də 1 və 3-də cəryan maqnit enerjisini artırmaq üçün 1-3 doğru olacaqdır. Gəldi 9. Yüklənmiş cismi elektroskopa yaxınlaşdırsaq. Bu deməli yaxınlaşdırmaqladır. Xətt çəkək altında. Əgər yaxınlaşdırıbsa, onda nə anlama gəlir bu? Elektroskop müsbət yüklənər, vərəqlər isə mənfi yüklənər. Niyə görə? Çünki mənfi yaxınlaşdırsaq, vərəqlərdə, daha doğrusu kürədə olan elektronlar vərəqə doğru gedəcək. Vərəqlərdə elektronun artıqlığı, kürədə isə əsikliyi alınacaqdır. Ona görə də kürə müsbət, vərəq mənfi olacaqdır. C variantı. 10-cu sualda qüvvə xəttlərinə paralel istiqamətə daxil olan müsbət yüklü zərrəcik necə hərəkət edir? Artıq mən bilirəm ki, müsbət zərrəcik bura mənfi qütbü, müsbət qütbü. Onda F də mənfiyə doğru olacaq. F ilə V eyni istiqamətdədirsə, deməli, bu bərabər yeyinləşən hərəkət edir. Vəssalam. Çünki birinci sahədə bərabər yeyinləşəndir. 11. Körpüyə göstərilir təzyiq qüvvəsi ən kiçikdir. Biz bilirik ki, yuxarı qalxdıqca təzyiq qüvvəsi böyüyür. Bir də ən kiçik olacaqdır. Bakıdır. Ümumiyyətlə, təzyiq qüvvəsi cismi səthə sıxan qüvvədir. Cisim 4-də olsa daha çox səthə sıxılır. Bu da biz görə bilirik əslində. Deməli, sonra 12. 12-də Porşenə təsir edən qüvvə, biz bilirik ki, F bərabərdir PS-dir. Əgər T konstantdırsa, V ilə P tərs asılıdır, bilirik. Bu izotermikdir. V artırsa P azalar, P azalırsa F azalar. Qüvvə azalar. Kinetik də 2-də 3 KT olduğu üçün dəyişməz, çünki T konstantdır. Deməli, azalar nədir? Dəyişməz, sabit qalır ya da. Hətta kinetik də daxili enerjidə bir atomun qaz üçün dəyişməz anlamına gəlir. 13-də parçalanmamış radioaktiv atomların sayının zamandan asılılığı. Parçalanmayan yavaş-yavaş sayı azalmalı idi. Parçalananın sayı artmalı idi. 14. İnduktivliyi verib cəryan şiddətinin dəyişməsini tap. Onda biz belə bir öz-özünə induksiya L delta I bölü delta T'dir. Dəyişmə budur. Delta I də nə olacaq? Epsilon delta T böl L olacaqdır. Onda biz artıq epsilon deməli qarşı katet, delta T bitişik katet. Bu demək istəyir ki, bizi sahəni hesablamaq lazımdır. Onda elə birbaşa sahəni hesablayaq, elə bölək. L də onsuz da 1-dir. Birbaşa onda elə sahəsinə bərabər olacaqdır. S fiqur. S fiqur da üçbucağın sahəsi 2-də 1 AB desək. Bir tərəfi 2, bir kateti, bir tərəf kateti də 10. Onda 2 volum böl 2, o da 10 amper olacaqdır. 15. Qayışlı ötürmədir. Biz 1-2 nöqtələrində disk kimi baxacaq və 2-3 nöqtələrində isə qayışlı ötürmə kimi baxacaq. 1-2 nöqtələrində ümumiyyətlə belə düşünək ki, qayışlı ötürmələrdə, qayış üzərində bütün nöqtələrdə nə demişdik? Sürət eynidir. Onda qayış üzərində olan nöqtələr 3, bir də qayış üzərində baxın, qayış üzərində olan nöqtələr də 2-dir. Onda sən deyə bilərsən ki, V2 V3-ə bərabərdir.
Ve 1 ile 2 disk üzerindedir. Onda 2'nin radyosu 1'in radyosundan büyük olduğu için diskte V ile düz asılıdır omega y'e göre. Onda V1 küçüktür V2 olacak. O da beraberdir. O da dadaş. Değil mi? Öyledir. Sonra 16. 16'da der ki ikinci sxemdeki kondensatorlar bataryasının tutumunun birinci sxemdeki tutumuna nisbəti. Deməli ikisi necə birləşir burada? Birinci sxemdə paralel. Paraleldə toplayaq. Deməli birinci sxemdə C1, C plus C, 2C. İkinci sxemdə isə üst naqildə ardıcıl ikisi birini sayına bölək, C bölü 2. Aşağıda yenə də ikisi ardıcıl, yenə sayına bölək birini, C bölü 2. Və bu C bölü 2'lər də biri-birinə paraleldir. Cəmlə gəlsin. Onda ikinci C bölü 2 plus C, daha doğrusu C bölü 2 plus C bölü 2 o da C olacaqdır. Və sənə də deyir ki, ikincinin birinciyə olan nisbəti C bölü 2C, o da 1 bölü 2'dir. Və 17. Qüvvə impulsunun vahidi delta P Ft'dir. Newton saniye. Yerləşən hərəkətdə sürət və təcil vektoru dedik ki 0 dərəcədir. Çünki A ilə V eyni istiqamətdə olmalıdır. 19'da Solar qaydasıdır. İnduksiya vektoru X'dir, yəni ovuca daxil olmalıdır. X isə əlimin içinə baxmalıyım. 4 barmaq I istiqamətdə aşağı, baş barmağım sağa doğru yönəlirsə, onda o deməkdir ki, amper qüvvəsi də sağa doğrudur. Bəli, 20 I bərabərdir. Üstə yazaq IM kosinus omega T'dir. Mən artıq omeganı bilirəm burada 400 pi'dir. Yəni tezlik elə omeganın içindədir də. Yəni omegamız neçədir? 2 pi nu değildi mi? Onda ne olsun? 400 pi beraber 2 pi nu. Pi gitti. Nu da 200 Hz oldu. 21. Elektron nəzəriyyəsinə əsasən müqavimətin yaranma səbəbi sərbəst elektronların, daha doğrusu A variantı kristal qəfəsinin iyonları ilə toqquşmasıdır. Bunu demişəm sizə, gözəl balalar. 22. Bu da termodinamikanın birinci qanuna əsaslanır. İzah proseslərə tətbiqi. Birinci bilirik ki T konstantdır. 1-2'də nədir? T konstantdır. 2-3'də də P konstantdır. Və şərt olaraq deyir ki, hər bir prosesdə qaz eyni isti miqdarı alır. Yəni burada Q alır, burada da Q alır. Baxın, güzel bağlı. 1-2 prosesdə, yəni burada qaz neçə kilojoule iş görür? 10 kilojoule. Onda mən bilirəm ki, termodinamikanın birinci qanunu T konstant olsa, delta U sıfırdırsa, elə A ilə Q'dur. Onda Q da olmur. Onda bu nə anlama gəlir? Şərtdə Q'ları eyni verdiyi üçün, deyir eynidirsə, birincidə Q 10'dursa, ikincidə də 10'dur. Və 2-3 prosesində nə qədər iş görər? İzobarda H nəyə bərabərdir? 10'da 4 Q'ya. O da 10'da 4 vur 10, 4 kilojoule. Cavab nədir? 4 kilojoule'dur. 2-3 prosesində iş 4 kilojoule'dur. 23. Metal üzərinə deməli bu qədər olan üzərinə deməli bu foton enerjisidir. Işığa düşüb və bu kinetik enerjisidir və çıxış işini hesablayaq. Heç nə. Onda Einstein tənliyi foton enerjisi A plus nə? YK'dır. Onda bu 8 vur 10 üstü mənfi 19 olsa, bu 4,8 vur 10 üstü mənfi 19 joule olsa, onda A olacaqdır 8 çıx 4 onda 8. O da 3,2. A olacaq 3,2 nə? 10 üstü mənfi 19 joule olacaqdır. Bizə də cavab elektron voltla hesabla. Biz bilirik ki 1 elektron volt 1,6 vur 10 üstü mənfi 19 joule'dur. Onda 3,2 vur 10 üstü mənfi 19 joule
2 dənə elektron voltdur. Cavab 2 elektron volt. 24. Bərabər, deməli qrafiklərdə nədir bizə? Biz bilirik ki, düz xətli bərabər sürətli hərəkət, bərabər yavaşlayan, bir də yenə də düz xətli bərabər sürətli hərəkət. Əvəzləyici qüvvəni soruşur. Bərabər sürət, düz xətli bərabər sürətli hərəkətlərdə 1 və 3-də F1 ilə F3-ə bərabər, o da 0-dır. F2 isə yavaşlayandır. Onsuz da F konstant olmalıdır. Amma proyeksiya mənfi olacaqdır. Çünki təcil ya da qüvvə X oxunun əksinə yönəlibdir. Çünki baxın 2-də əgər X oxu istiqamətində yavaşlayandırsa sürət, təcil isə X oxunun əksinədir. Onda F də olacaqdır. Bu da olacaq 3. Bir də 1. 1-dən 3. 25. Lorentz qüvvəsi də Solar qaydası ilə təyin olunur. Bilirik ki, maqnit sahəsində neytron ümumiyyətlə maqnit sahəsi neytrona təsir eləməz. Nəinki neytrona, daha doğrusu nə maqnit sahəsi, istənilən sahə, belə deyək də, elektrik sahəsi də maqnit sahəsi də neytrona təsir etməz. Bunu biz bilirik. Proton Lorentz qüvvəsi Solar qaydasıdır. Yenə X əlimin içinə baxıram. 4 barmaq V istiqamətində, yəni bu tərəfdə. Onda baş barmağın baxacaqsan ki, sola doğrudur. Deməli, proton sağa. Elektron da mənfi olduğu üçün eyni bu qaydada saxlasaq, elə baş barmağı proton sağa yönəlirsə, elektronun əksinə yönələcəkdir. O da sola, neytrona da qüvvə təsir eləməz. Deməli, protona sağa C, elektrona sola D, neytron da Y olacaqdır. 26. Bu elektromaqnet induksiya qanununa əsaslanır, bilirik. Nə demişdik? Maqneti daxil edirdik, halqa itələnirdik. Deməli, daxil olunanda eyni qütblər yaranır. Burada birincidə daxil olunur, onda P-də nə alınacaq? Eyni qütb S, M-də N. İkinci, yəni burada çıxarılırsa, onda S, P qütbü S çıxarılıbsa P olacaq N, M də olacaq, S olacaqdır. Əssalam. Sağ ağacda induksiya cəryanı yaranır. Hər birində, çünki hər ikisini daxil edib, birində çıxardır. Deməli, 2 gedəcək, hara? 1-ə gedəcəkdir. Daha doğrusu 1 gedəcək hər ikisində, yəni ikinciyə. Yəni burada, ikinciyə. P ucunda şimal qütbü ikinciyə aiddir. Yəni, buradakı buna aiddir. Sonra sağacın P ucunda cənub qütbü birinciyə aiddir demək. Üçüncü. Sağac maqneti cəzb edir. Sağac maqneti nə zaman cəzb edər? İkincidə, çünki S buraya N-dir. Yəni, çıxartdıqda cəzb edilməlidir. Deməli, 4 də gedir. Üçüncüyə, daha doğrusu, yəni ikinci şərtdə, ikinci şəklə. Sağacdan keçən maqnit seli artır. Təbii ki, maqnit seli nə anlama gəlir? Qüvvə xətlərinin sağac daxilindəki sayı. Burada daxil olursa say artır, ikincidə azalır. Deməli, 5 də buna aiddir. Deməli, 1-ə 3, 5, 2-yə 1, 3-ə 2, 4. O da C variantı. 27. Bu şərti işarələri göstərilmiş elementlərdən istifadə etməklə sönməyən ehtimali rəsləri baş verən qurğu yaratmaq mümkündür. Hansı deyil mümkündür? Deməli, nəyi hazırlamaq? Sönməyən elektromanyetik rəsləri baş verən qurğu. Deməli, elektromanyetik rəslərinin yaradan qurğu ya da ki rəqs konturudur. Rəqs konturu nə demişdik? Nədən ibarətdir? Jet-dumlu kondensatordan, bir də L induktivli sarğacdan. Yəni 1 və 4. 8. Neçə saniyədən sonra cisimlə güzgü arasında məsafə 50 metr olar. Gözəl. Neçə saniyədən sonra. Amma
Fikir versəz, cisim 1 metr sağa doğru hərəkət edir. Güzgü də 2 metr sağa doğru. Onda bunların biri-birinə nəzərən sürəti 1 olacaq. Yəni güzgü cisimdən 1 metr uzaqlaşır. 1 metr sürətlə uzaqlaşır. Bunlar arasındakı məsafə də 50 metr olmalıdır. Amma 10 metri var. 10 metrdir. Deməli, arada 40 metrdə getməlidir. Onda neçə saniyədən sonra t bərabərdir s bölü v desək, yəni 40 metr bölünsün 1, o da elə 40 saniyədən sonra arasındakı məsafə 50 metr olacaqdır. Və 29 vakuum elementinin katodunun enerjisi var. 1.6 bölü 10 mənfi joule, 19 joule elektronların çıxışını verib, bu A'dır. A çıxış joule-la verib. Katod üzərində düşən enerjisi bu qədər joule-dur. Maksimal impulsunu hesabla. Bəli, onun Einstein tənliyidir. Kinetik enerjini hesablayaq. Oradan P kvadratı bölü 2m-dən P-ni tapaq. Foton enerjisi A plus YK. Foton enerjisi 3.6 10⁻⁴ Bu 1.6 vur 10⁻⁴. Onda YK olacaq 2 vur 10⁻⁴ joule. Deməli, kinetiki tapdım mı? Tapdım. Onda kinetik olacaq P kvadratı bölü 2. Onda P'ni də tapsaq 2 dənə kök altında YK vur M. Aha, o da olacaq. Kök altında 2 vur 10⁻⁴. M də 9 vur 10⁻31. Bu da olacaq. Deməli, buradan çıxdı 2. Bundan çıxdı 3. 2, 9'dan çıxdı 3. -19 plus -31. Elədi -50. -50'dən də kök olacaq. 10⁻⁴'dən kök. 10⁻25. Deməli, 10⁻25. O da olacaq 6 vur 10⁻25 kilogram vur metr bölü saniye. Cavab bu. 30. Biri-birinə paralel və baş optik oxları üst-üstə düşən linzalar sistemində işıq şüasının yolu təsvir olunmuşdur. Linzalar sisteminin optik qüvvəsini hesablayaq. Gözəl. Və bir bölgülər də bərabərdir. Və bir bölgünün də verib bizə ölçüsünü 10 santimetrdir. Bəli. Və mən baxıram ki, burada linzalar sistemində 2 dənə linza var. Bu linza, birinci linza bu toplayıcı linzadır. İkinci də səpici linzanın şərti işarəsində bilirəm ki, birinci toplayıcı, ikinci də səpici linzadır. Baş optik oxa paralel gələn şua, mən bilirəm ki, daha doğrusu biz bilirik ki, paralel gələn şua toplayıcı linzadan sonra baş optik oxla kəsişməlidir. Yəni fokus nöqtəsindən keçməlidir. Onda mən baxmalıyam ki, bu şua gəlib burada kəsişməli idi. Onda birinci linzanın, yəni toplayıcı linzanın fokusu O1, yəni linzanın mərkəzindən bura qədər olan məsafə, yəni F1 oldu 4 dənə dama, bir dama da 10, F1 oldu 40 santimetr. İkinci linza isə səpici linzadır. Səpici linzada düşən xəyal uzantısı fokusdan keçməlidir. Onda O2'nin uzantısı, yəni səpici linzanın daha doğrusu fokusu 2 damadır. Buradan burada F2'dir. O da 20 santi olsun. Və linzalar sisteminin də optik qüvvəsini hesablamalıyıq. Onda mən birinci D1'i hesablamalıyam. Toplayıcı linzada müsbət olmalı. 1 bölü F1 nə olacaq? 1 bölü 10⁻4. O da metr. 2/5 dioptriya. İkinci isə səpici linzadır. Səpici linzanın fokusu çünki mənfi olduğu üçün optik qüvvəsi də mənfidir. F2 olacaq. O da olacaq 1 bölü 10⁻2. O da -5 dioptriya. Onda ümumi D, D1 plus D2
O da olacaq 2 onda 5 plus mənfi 5 yok deri. O da mənfi 2 onda 5 yok deri. Bu kadar.